Hörmətli müəllimlərimiz, dəyərli məktəb yoldaşlarımız, əziz dinləyicilərimiz, hər birinizi Gələcəyin İşığı FM-in canlı efirindən salamlayıram. Mən məktəbimizin 8B sinif şagirdi Leyla Əhmədzadə. Bugünkü proqramda sizə yalnız tarixdən danışmayacağam. Əslində biz bu efirdə millətin yaddaşını oyadacaq, ruhunu yüksəldəcək, gələcək yolumuza işıq tutacaq mövzunu müzakirə edəcəyik. Tarix bəzən quru faktlar toplumu kimi görünür, amma əslində tarix hər bir xalqın ürəyində döyünən yaddaşdır. O yaddaşın səhifələrində elə anlar var ki, gələcək nəsillərin taleyini müəyyənləşdirir. Azərbaycan xalqının müasir tarixində də bu cür dönüş nöqtələri çoxdur. Onlardan biri, bəlkə ən əhəmiyyətlərimizdən biri, məhz 1989-cu ilin 25 sentyabrında qəbul olunmuş dövlət suverenliyi haqqında bəyannamədir. O dövrün ictimai-siyasi mənzərəsinə qayıdaq. 1980-ci illərin sonu idi. SSR-nin təməl dağları sarsılmağa başlamış, imperiyanın dayaqları zəifləyirdi. Dünyanın müxtəlif güşələrində xalqlar azadlıq arzusunu açıq şəkildə dilə gətirirdilər. Baltakyanın ölkələrində, Estoniyada, Latviyada, Litvada müstəqillik tələbləri yüksəlir, Qafqazda isə Azərbaycan xalqı öz tarixi haqqını bərpa etmək üçün ayağa qalxırdı. O illər ölkəmiz üçün küçə və meydanlar xalqın birliyi, milli azadlığın səsini göstərən böyük tribuniyaya çevrilmişdir. İnsanların əlində üçrəngli bayraqlar, ürəyində azadlıq arzusu ilə bir amal uğrunda toplaşırdı. Əslində bu hərəkatın ideoloji sütunu məhz 25 sentyabr 1989-cu ildə qəbul olunmuş bəyannamədə ifadəsini tapdı. Bu sənəd sadəcə hüquqi akt deyil, o xalqımızın tarixində dönüş yaradan siyasi manifestidir. Bəyannamədə Azərbaycan dövlətçilik hüquqları, milli sərvətlər üzərində mülkiyyət hüququ, iqtisadi müstəqilliyin prinsipləri və milli kimliyin qorunması ilə bağlı fundamental müddəalar öz əksini tapdı. Biz cümlə ilə desək, xalq dünyaya belə bəyan etdi. Azərbaycanın sahibi Azərbaycanın xalqıdır. Əziz dinləyicilər, bu bəyannamənin qəbul olunması yalnız o dövrün siyasi elitası qərarı deyildi. O, bütöv bir xalqın idarəsinin ifadəsi idi. Tarixi mənbələr göstərir ki, həmin günlərdə ölkə ərazisində aparılan ictimai sorğular əhalinin böyük əksəriyyəti müstəqillik arzusunu gizlətmədən bildirir, xalq öz torpaqlarını, sərvətlərinə sahib çıxmaq istəyir. Biz bugün bir də təbii sərvətlərin ifadəsi, milli büdcənin möhkəmləndirilməsi adi görünsə də, o dövrdə bu yalnız bir arzu idi. Maraqlı bir məqamı da qeyd etmək lazımdır. 1989-cu ildə Azərbaycan SSR-in iqtisadi göstəricilərinə nəzər salanda görünür ki, ölkənin neft və qaz ehtiyatlarının 90%-i ittifaq mərkəzləri tərəfindən idarə olunur. Həmin Azərbaycan sərvətləri öz xalqına yox, uzaqlardakı mərkəzə xidmət edirdi. Dövlət suverenliyi haqqında bəyannamə bu ədalətsizliyə qarşı ilk hüquqi addım oldu. Əgər bu sənəd qəbul edilməsəydi, bəlkə də müstəqillik yolumuz daha çətin, daha uzun olardı. Amma həmin gün imzalanan bəyannamə xalqın idarəsinin hüquqi müstəviyə çıxardı. Azadlıq istəyimizi qanuniləşdirdi. Hər bir Azərbaycanlıların qəlbində ümid çırağı yandı. O gün şahidlərimizin xatirələrini oxuyanda insan təsirlənməyə bilməz. Onların dilində bircə arzu var idi. Müstəqil Azərbaycan dövləti. Bəziləri bu yolda təhsilini, bəziləri karyasını, bəziləri isə həyatını belə qurban verdi. Amma onlar gələcək nəsillərə azad dövlət miras qoymadan dönmədilər. Əziz dostlar, tarix göstərir ki, heç bir azadlıq mübarizəsiz əldə olunmur. Azərbaycan xalqı da azadlığı qurbanlarla qazandı. Lakin bu yolun başlanğıcı məhz 1989-cu ilin 25 sentyabrında qəbul edilmiş bəyannamədə gizlidir. Bu sənəd bizim istiqlal dastanımızın müqəddiməsi oldu. Gəlin bir məqamı da unutmayaq. O dövrdə Azərbaycan gəncliyi bu proseslərin önündə idi. Minlərlə gənc mitinqlərdə iştirak edir, qəzetlərdə azadlıq iddialarını yayır, öz arzularını qorxmadan dilə gətirirdi. Həmin gənclər bizim bugünkü azadlığımızın təməlini qoydular. Bu biz idik. Gənclər üçün həm böyük qürur, həm də məsuliyyətdir. Tarixi faktlara baxsaq görərik ki, 1989-cu ilin payızında
Azərbaycanın müxtəlif bölgələrində hər həftə on minlərlə insan mitinqlərə toplaşır. Bu mitinqlərdə Azərbaycan xalqı azaddır, milli sərvətlər xalqındır, ana dilimiz dövlət dilidir kimi şüarlar ucalır. Bu şüarlar yalnız emosional çağırış deyildir. Onlar hüquqi dayağı vardır. Məhz dövlət suverenliyi haqqında bəyannamə. Amillər də haqlı olaraq qeyd edirdilər ki, bu sənəd Azərbaycan xalqının hüquqi düşüncəsinin dönüş yaratdı. Əgər əvvəllər müstəqillik arzusu sadəcə hisslər səviyyəsində idisə, 1989-cu ildən sonra o hüquqi əsaslarla ifadə olunmağa başladı. Biz bugün gənclər üçün həmin sənəd yalnız bir tarixi dərslikdən maddə deyil, o həm də böyük məsuliyyətin göstəricisidir. Müstəqillik sadəcə qazanılmış bir nemət deyil. O hər gün qorunmalı, inkişaf etdirilməli, müqəddəs dəyərdir. Mən buradan bütün yaşıdlarıma səslənirəm. Gəlin biz də tarixdən dərs alaq. Suverenlik haqqında bəyannamə sadə insanların, müəllimlərin, ziyalıların, gənclərin birgə idarəsi ilə reallaşdı. Onlar bizim gələcəyimizi düşündülər. İndi isə bu dəyərləri qorumaq, onları gələcəyə daşımaq bizim borcumuzdur. Bir kiçik hekayəni də xatırlatmaq istəyirəm. O dövrdə bir müəllim şagirdlərinə belə demişdi. Uşaqlar, bu sənəd sabahki müstəqilliyimizin asarıdır. Əgər siz onu qorusanız, Azərbaycan heç vaxt boyun əyməyəcək. O sadə sözlər bugün də aktuallığını saxlayır. Əziz dinləyicilər, 25 sentyabr təkcə bir tarix deyil. O həm də bir iddiadır. Milli birliyin, azadlığın eşqini, gələcəyə inam iddiası. Həmin iddia isə 1991-ci ilin oktyabrında qəbul olunmuş müstəqillik aktına öz ən adi ifadəsini tapdı. Bugün biz suveren, müstəqil və güclü dövlətin vətəndaşlarıyıq. Azərbaycanın siyasi xətti, iqtisadi inkişafı, beynəlxalq nüfuzu gündən-günə möhkəmlənir. Amma bu möhkəmliyin təməlində 1989-cu ilin sentyabrında qəbul edilmiş bəyannamənin ruhu dayanır. Sonda bir daha vurğulamaq istəyirəm. Tariximizi sevin, müstəqilliyimizi qoruyun, gələcəyə ümidlə baxın. Çünki biz gənclər sabahın məsuliyyətini daşıyırıq. Mən məktəbimizin 8B sinif şagirdi Leyla Əhmədzadə. Gələcəyin işığı FM-in efirindən sizə səslənərək bir daha xatırladıram. 25 sentyabr 1989-cu il bizim tariximizin qürur səhifəsidir. Biz o səhifəni yazmamışıq. Amma onu davam etdirmək, gələcək nəsillərə çatdırmaq bizim müqəddəs borcumuzdur. Sağ olun, əziz dinləyicilər. Qoy azadlıq, suverenlik və müstəqillik daim yolunuza işıq saçsın.